vəkillərimiz, əziz Sumqayıtlar və şəhərimizin qonaqları. Hər biriniz bugünkü tədbirimizə xoş gəldiniz. Bugün biz burada sadəcə bir kitabın təqdimatına toplaşmamışıq. Bugün vətən sevgisinin sözə çevrilmiş səsini dinləməyə gəlmişik. Bugün təqdim olunan kitab şairə Sahibə Rəşidin qələmindən doğulan, şəhidlərimizin əziz xatirəsinə ithaf olunan mənəvi bir xəzinədir. Diqqət edin, əlimdə gördüyünüz bu kitabın dəvətnaməsi hər birinizə göndərilir. Əgər dəvətnaməyə diqqət etsəydiniz, orada bu sözləri yəqin ki, hamınız oxumuş olursunuz. Salam olsun sizə cəmiyyətimizdən. Sizləri, hər birinizi Sahibə Rəşidin ruhumuza həsr etdiyi kitabın təqdimatına dəvət edirik. Hörmətlə şəhid ruhları. Bəli, bu kitabda Azərbaycanın bütün bölgələrindən 120 şəhidimizə həsr olunmuş şeirlər toplulusudur. Xanımlar və cənablar, gəlin kitabın müəllifini gürültülü alqışlarımızla səhnəyə dəvət edək. Sahibə Rəşid. Doğmalarım, mən sizi salamlayıram və hər birinizə təşəkkür edirəm bugün mənim yanımda olduğunuz üçün. Minnətdarım hər birinizə, hər birinizin qarşısında baş əyəm. Çox sağ olun ki, gəlmişsiniz. Bildiyiniz kimi Azərbaycan bu illər özünün ən şərəfli, ən parlaq, ən yeni tarixini yaşayır. Məlum olduğu kimi 2020-ci il sentyabr ayının 27-sində düşmənin iri miqyaslı təxribatının qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev əks qəti hücum əmri verdi və əmrdən dərhal sonra cəmi 44 gün ərzində ümumilikdə 30 il müddətində işğal altında olan torpaqlarımız Tatardan azad olundu. Addım-addım, qarış-qarış, şəhər-şəhər, kənd-kənd, qəsəbə-qəsəbə və 44 günün tamamında düşmə kapitulyasiya aktına imza attı. Azərbaycan Respublikası, Azərbaycan milləti, Azərbaycan dövləti bundan sonra humanistlik nümayiş etdirdi. Düşmənə vaxt verildiği üçün, çünki gerdə qalan torpaqlarımızı dərhal, qeyri-şərtsiz tərk etmək üçün. Lakin düşmən buna məhəl qoymadı. Öz havadarlarının köməyi ilə gizli yollarla silahlanmağa başladılar və nəhayət bıçaq Suriyə dirəndi, necə deyərlər. 2023-cü il sentyabr ayının 19-unda antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tamamilə bərpa olundu. Azərbaycan xəritəsi bütövləşdi. Təəssüf ilə qeyd etmək istərdim ki, bu yolda şəhidlərimiz oldu, itkilərimiz oldu. Allah'tan bütün şəhid ailələrinə, onların yaxınlarının doğmalarını səbir diləyir. Qazilərimizə tezliklə şəfa verirəm. Xanımlar və cənablar, gəlin bu məqamda ümumilikdə 30 il müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əziz bacı qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək.
teşekkür edirik. Müəllif haqqında istərdim qısa məlumat verir sizlərə. Əliyeva Sahibə Mahmud qızı 1972-ci il yanvarın 7-si Ağdam rayonunda anadan olub. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Ta kiçik yaşlarından, 12 yaşından şeir yazmağa başlamışdır. Patriot şairanın ilk şeiri də vətən haqqında olmuşdur. Mənfur düşmənlər torpaqlarımıza baskın edəndə onun da ana vətəni olan gözəl Ağdam işğal altına düşdü. Vətən həsrəti ilə alışıb yanan şairəni bu illərdə yaradıcılığının 80%-i şəhidlərimizə, qazilərimizə, vətənə, şəhid ailələrinə, şəhid analarına əsr olundu. Bu şeirlərdən biri Rəhman Əliyevin bəstəsi ilə mahnıya çevrildi və bu mahnı xalq artisti Samir Cəfərovun möhtəşəm ifasında Yurdum Azərbaycan adına qurban başlığı altında dinlənildi və tez bir zamanda çox sevildi. Mahnı dinləyəndə özünüz də bu mahnıdakı həsrəti və eyni anda patriot şairinin döyüşkən ruhunu duyacaqsınız. Ondan çox mahnının söz müəllifidir. Müğənnilər xalq artisti Samir Cəfərovun ifasında 2, Ümman Zalinin ifasında 4, İntizar Ağdamlının ifasında 1, əməkdar artist Aygün Zeynaloğlanın ifasında 1, Turan Səfərliyin ifasında bir mahnı ifa olunmuş və sevilmişdir. Hətta Güney Azərbaycandan olan dəyərli müğənni Sohel Haqdel Sahibə Rəşidin şeiriyyətinə müraciət etmiş, Sev Söyləsin adlı mahnısını ifa etmişdir. Və bugün bu dəyərli müğənnilərdən bizim bu tədbirimizdə iştirak etmək üçün gələnlər də var ki, bizi öz gözəl ifalarıyla bugün sevindirəcəklər. Müxtəlif illərdə, müxtəlif qəzetlərdə, saytlarda çalışmış, Azərbaycan Veteranlar İctimai Birliyinin fəxri üzvü şairə, şeir aləmində Sahilə Rəşid olaraq tanındı. Sahilə Rəşid hər zaman şəhid ailələrinin yanında durdu, onlara hər zaman sevgi ilə yanaşdı, kədərli, sevinci günlərində onların yanında oldu. Bugün bir daha vurgulayıram bu kitabda onun 120 şəhidin ruhuna həsr etdiyi şeirlərin toplusu olan kitabın təqdimat mərasımını yaşayışıq. Gəlin bir daha Sahibə xanımı ürəkdən almışlayaq, ona bu çətin və şərəfli yolda uğurlar edək. Xanımlar və cənablar, müəllifi təbrik etmək üçün söz verilir Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zaud Şükürov. Zaud müəllim, buyurun, xoş gəldiniz. Hörmətli şəhid analar, əziz, dəyərli şəhid analar, hörmətli qazilər, tədbir iştirakçıları, hər birinizi salamlayıram və ilk öncə şəhid analarımıza, şəhid ailələrinə dərin hörmətli və ehtiramlı bildirən onların qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət olsun. Birinci Qarabağ müharibəsi şəhidlərimizə, ikinci Qarabağ müharibəsi şəhidlərimizə, terror tədbirlərində şəhid olmuş. Bütün şəhidlərimizə Allah'a rəhmət edirəm. Allah qazilərimizə can sağlığı nəsib etsin. Həqiqətən də hörmətli moderatorumuzun da qeyd etdiyi kimi bugün Azərbaycan ən şərəfli tarixin, ən şərəfli dövrdə yaşayır. Və biz bu zəfərə heç şübhəsiz Azərbaycan Prezidenti Cənab İlham Əliyevin mükəmməl sərkərləri, liderliyi və şəhidlərimizin, qazilərimizin, qəhrəman əsgər və zabitlərimizin dünyada görünməmiş şücaəti sayəsində nail oldu. Məhz bunun nəticəsində heç bir dövlətin son 80 ildə nail olmadığı qələbəyə, zəfərə nail oldu. Və məhz bunun sayəsində Azərbaycanın dünya miqyasında davamlı olaraq nüfuzu artmaqdadır. Hörmətli müəllif Sahibə xanımı təbrik edirəm və belə bir faydalı tədbirin təşkilində əməl olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu tədbirə dəvətə görə Xanbəri xanım, sizə minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Ümumiyyətlə, bu kimi tədbirlər faydalı olmaqla yanaşı bizə imkan verir ki, daimi olaraq şəhidlərimizin ruhunu yad edək, şəhidlərimizi xatırlayaq və bu bizim hər birimizin bir nəinki vətəndaşlıq borcu, hər birimizin vicdan borcudur ki, şəhid ailələrinin, şəhid analarının, şəhid xanımlarının, şəhid övladlarının yanında olaraq onlara daim diqqət və qayğı göstərək.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə daim olaraq diqqət göstərilir. Biz şəhid ailələrlə keçirilən görüşlər zamanı onlara davamlı olaraq bunları vurğulayırlar. Və bu siyasət çərçivəsində heç şübhəsiz ki, rayon icra hakimiyyətləri tərəfindən, şəhər və rayon icra hakimiyyətləri tərəfindən də şəhid ailələrinə lazımi səviyyədə diqqət və qayğı göstərilir və tədbirin baş tutduğu Sumqayıt şəhərində də heç şübhəsiz icra başçısı hörmətli Zakir müəllim rəhbərliyi ilə Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən də lazımi diqqət və qayğı göstərilir və Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsi hörmətli Tərlan müəllimlərin çıxışında da bu barədə öz fikirlərini səsləndirəcək və çıxışımı yekunlaşdıraraq bir daha bu zəfəri, bu qələbəni bizə bəxş edən şəhidlərimizə öz hörmət və ikramını, şəhid analarımıza, şəhid xanımlarına, şəhid ailələrinə öz hörmət və ikramını izhar edən, bir daha onların qarşısında baş əyilən və inanırıq ki, şəhidlərimizin qanı bahasına, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olmuş bu zəfəri gələcək nəsillər göz bəbəyi kimi qoruyacaq, müstəqilliyimizi, suverenliyimizi göz bəbəyi kimi qoruyacaqlar. Allah dövlətimizi, Allah xalqımızı qorusun, şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Təşəkkür ederim, sağ olun. Çox sağ olun, sağ olun mənim. Vurguladığımız kimi bugün Azərbaycanın istənilən bölgəsində şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı yetərincədir və o cümlədən Sumqayıt şəhər icra hakimiyyətində də birinci növbədə şəhid ailələrinin, qazilərimizin problemləri, onların sosial rifahının yaxşılaşdırılması üçün bütün vasitələrdən istifadə olunur və istərdim yeri düşmüşkən Sumqayıt şəhər icra hakimiyyətindən, aparatından şəhid ailələri ilə iş şöbəsinin müdürü hörmətli Tərlan Hacızadəni dəvət edeyim. Tərlan müəllim, xoş gəlmişsiniz, buyurun. Əziz və hörmətli tədbir iştirakçıları, çox hörmətli Zaur müəllim, əli öpüləsi şəhid anaları və şəhidin həyat yoldaşları, şəhidin yaxınları, mən hamınızı salamlayıram. Təkcə bir Sumqayıt şəhər icra hakimiyyətinin məsul işçisi olaraq yox, həm də uzun müddət 20 il Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid əlilləri İctimai Birliyinin Sumqayıt şəhər filialı rəhbəri olaraq. Biz o təşkilatda işləyəndə bax sizlərlə bir yerdə, əl-ələ, hər zaman bir yerdə olmuşuq, bütün xeyir və şər işlərimizi bir yerdə keçirtmişik və hər zaman belə deyək, mənlə yaş olanlarla bazı qardaş, Nargilə xananın, necədir Nargilə xananın? Nargilə xananın oğlu olaraq hamımız hər zaman şəhid analarına böyük diqqət və qayğı ilə yanaşmışıq. Öpürəmsin Nargilə xanım. Allah sizləri var eləsin. İlk olaraq Sumqayıt şəhər icra hakimiyyəti başçısı hörmətli Zakir müəllimin sayğı dolu salamlarını sizlərə çatdırıram. Uca Allahdan sizlərə ancaq və ancaq əsasdan sağlığı və işlərinizə müvəffəqiyyətlər arzu edirəm. Mən çıxışımı iki hissəyə bölmək istərdim. Bir hissəsi bugün şəhərimizdə görülən işlər, yəni bu sahədə veteran və şəhid ailələrin sosial məişət problemlərinin həll istiqamətində görülən işlər və bir də öz vətəndaş olaraq öz subyektiv fikirlərini bölüşmək istəyərdim və ilk olaraq birinci istərdim elə öz subyektiv fikirlərindən başlayaq. Sahibə xanım, sizə təşəkkürümüzü bildiririk. Bu kitabı ərsəyə gətirdiyinizə görə, ümumiyyətlə kitab zamanın dalğaları üzərində gələcək nəsillərə bu millətin, bu vətənin, bu torpağın qoruması uğrunda düşünmədən belə canlı fəda edən insanların taleyini gələcək nəsillərə, gələcək övladlarımıza satıran bir vəsaitdir və mən hətta deyərdim, mədəni bir abidədir. Yəni bunu vərəqlədiksə biz bilməliyik ki, bizim torpağımız elə belədən bu dövlətimiz qurulmamışdır və bu torpağın hər bir kvadrat santimetrində bizim şəhidlərimizin qanı və canı vardır, qazilərimizin yaraları vardır. Əziz tədbir iştirakçıları, mən əvvəla statistik məlumatları vurgulamaq istərdim. Yəni, bugün Respublikada 18.850-yə yaxın şəhid var və onlardan təqribən 13.500-ə yaxını hərbi, yerdə qalanı isə təqribən mülki əhalidən olan şəhidlərdir. Sumqayıtın payına
götürəndə mən ümumiyyətlə xoşlamıram birinci Qarabağ, ikinci Qarabağ deyə. Çünki vətən birdir, torpaq birdir. Deyək 90-cı ilin əvvəllərindən, 1988-ci ildən üzü bura başlayaraq olan şəhid ailələri, daha doğrusu şəhidlərin nəzərdə götürməklə Sumqayıtda 528 nəfər Sumqayıtın şəhidlər xiyabanında qəhrəmanımız uyuyur. Onlardan biri Qarayel Mehriban xanım şəhidimizdir. Təqribən 147 nəfər itkilimiz var idi. Onlardan 11-i tapılıb gətirib xalqın alqışları sadası altında təntənəli şəkildə dəfn olunmuşdular. Təqribən 80 nəfərə yaxında şəhid ailəsi, daha doğrusu şəhid ailələrinin, şəhid ailələrinin istəyi ilə anadan olduqları yerlərdə dəfn olunmuşdur. Ümumən götürəndə Sumqayıtda 750-yə yaxın şəhidimiz var. Mən bu statistikanı vurğulamağı özümə borc bilirəm ki, ümumiyyətlə bir Sumqayıt şəhər sakini olaraq biz yaşadığımız şəhərin statistik tanımlarını bilək. Bununla yanaşı 90-cı ilin əvvəllərində qəhrəmanlıq göstərərək 3 nəfər milli qəhrəman və 11 nəfər Azərbaycan bayrağı ordeni ilə tərtib olunmuş şəxs var. Bax, həmin o şəxslərdən biri də Əliyev Vəzirdir, bizim sevimimiz və Nazirə xanım, onun həyat yoldaşı burada iştirak edir. İkinci, belə deyək, bu prosesdə ikinci müharibədə, yəni artıq 2020-dən başlayan müharibədə 36 şəhidimiz 37 ordenindən tərtib olundu. Yəni bir şəhidimiz 2 ordenindən tərtib olunmuşdur. Ümumən götürəndə 6 nəfər də Vətən müharibəsi qəhrəmanı var idi. Və bu milli qəhrəman və Vətən müharibəsi qəhrəmanlarının ən fərqli adları rəhbər götürərək Nazirlər Kabinetinin qərarı ilə Sumqayıt şəhərində həmin qəhrəmanların adına belə deyək ki, məktəblər verilmişdir. Və yenə də vurğulayıram, qanunvericiliyə uyğun olaraq ordenindən tərtib olunmuş hər bir şəhid ailəsinin müraciəti nəzərə alınaraq Sumqayıt şəhərində onların adına müvafiq küçələr verilmişdir. Bu bizim Sumqayıt şəhərimizdə statistik məlumatımızdır. Və bugün millətin Sumqayıt şəhər sakinlərinin qəlbində taxt qurmuş şəhidlər xiyabanını yəqin ki, hamımız ziyarət edirsiniz. Artıq şəhidlər xiyabanı təkcə Sumqayıt şəhər sakinlərinin belə deyək, ziyarətgah yerinə yox, təzə ailə quran cütlüklərin də bir an yerinə çevrilmişdir. Və çox hörmətli Zakir müəllimin Sumqayıtda apardığı 2015-ci ildən bu yana apardığı tikinti abadlıq işləri, keçənləşə bu hadisələrin hamısını özümüz görürük. Və onun fonunda Sumqayıt şəhidlər xiyabanı sözün əsl mənasında belə bir artıq şəhidlər xiyabanı yox, qəhrəmanlar xiyabanına sevdirilmişdir. Və mən onu da özümə vurğulamağı borc bilirəm ki, möhtərəm cənab prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfərlərinin birində şəxsən özü bizim şəhidlər xiyabanını ziyarət etmişdir və özü Allahdan şəhidlərimizin ruhuna salavat çevirmişdir. Və bugün Sumqayıt şəhərində müharibə əlilləri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə böyük diqqət və qayğı var idi. Mən təkcə özüm Sumqayıtda olduğuma görə yox, sözün əsl mənasında deyək, Respublikada tamam fərqli bir ampulada, tamam fərqli bir dəstəkdə malik olan diqqət və qayğı var idi. Söhbət təkcə hər hansı bir bayramlarda ərzaq yardımının verilməsindən gedir. Söhbət həmin şəhid ailələrinin problemlərini dinləmək, müəyyən yaranmış problemləri yerində və vaxtında həll eləmək, müxtəlif olaraq bizim qarşımıza qoyan bu rəhbərimiz, yəni Zakir müəllim, hər zaman onların sosial məişət problemlərini həlli üçün əlindən gələni eləmişdir. 2020-ci ildən sonra artıq 111 nəfər Sumqayıt şəhərində şəhid var, Sumqayıt qeydiyyatında olan şəhidlərimiz var. Ümumiyyətlə götürəndə 500-ə yaxın müharibə əlilimiz var. İstər 90-cı ilin əvvəllərində, istərsə 2020-dən sonra
Nəhayət götürək ki, zəfər əldə olundu. 2020-ci il 8 noyabrında böyük bir zəfər əldə olundu. 2023-cü ilin sentyabr ayının 19-unda belə deyək, heç kimin ağlına gəlməzdi ki, Xankəndi yenidən belə deyək, həm de jure, həm de facto olaraq Azərbaycana qayıtdı. 100 il bundan öncə, təqribən mən 2023-ü götürürəm, 100 il bundan öncə hər hansı bir belə deyək, bədxah hərəkətlər nəticəsində Xankəndinin adı dəyişilərək Azərbaycan millətinin qanuna ulaşmış Şamyan, Stepan Şamyanın adına verir, Stepanakert adlanır. Amma artıq yenidən Xankəndi azad olundu və bugün inanıram ki, burada iştirak edənlərin bir çoxu Xankəndi, Laçın, Şuşa istiqamətində ziyarətlər ediblər, şəhidlərimizin ruhuna dualar oxuyurlar və görürük ki, artıq orada necə böyük bir zamanla işləri gedir. Amma hər bir qələbəyə gedən yolu bir cıvır olur. Yəni, yolu adicə bir yolun çəkilməyini baxanda görürsünüz ki, məsəl üçün, cəmiyyətliklərdən keçən bir hissədə necə yollar çəkilir. Bax, Azərbaycanın müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın suverenliyi məhz elə yaradılmış maneəyə bir cəngəlliklərin içindən keçdi. Bax, o cəngəlliklərin içindən ilkin olaraq Əliyalın 90-cı ilin əvvəllərində gedən bizim o qəhrəmanlıq şəkilləri ki, burada gedir. Bax, o qəhrəmanlar o cığırı açdılar. Və məhz o şəxslərin hərbi bilik və bazarlıqları sayəsində bugünkü qüdrətli, rəşadətli Azərbaycan ordusu formalaşır. İndi bugün biz məğlubuq, bugün biz qüdrətli gəzirik, bugün biz anlatsız gəzirik. Bilirsiniz dünya, ona görə ki, bizim qürurlu prezidentimiz var. Və prezidentin özünün güvəndiyi yer, onun xalqı və xalqının qayəsini təşkil edən milli ordusudur. Bax, bugün biz fəxrlə deyirik ki, Yaşmanın adı gələndə, məsələn, ermənilər, o fragmentlər var, yəni görmüşsünüz, dəli olub küçələrə düşürdülər. Ancaq mən sizə vurğulayım ki, 90-cı əvvəllərində 777, 772, 776 spesializlər var idi ki, onların adı gələndə inandırım sizi ki, ermənilər böyük bir vəhşət yaşayır. Bax, bugün iyun ayıdır. Təqribən 1994-cü il mayın 12-sində mən tarixi statistikanı deyirəm, atəşkəs elan olundu. İndi hərdən deyirlər ki, məğlub ordu, Azərbaycan məğlub olmamışdı. Azərbaycan məğlub ola da bilməzdi, çünki Azərbaycanın Ali Baş Komandanı Heydər Əliyev idi. Heydər Əliyev kimi sərkərdəsi olan Azərbaycan ordusu məhv olub, ləğv ola bilər, deyə məğlub ola bilər. Əslə yox. İndi bunu kimlərsə bəlkə hansısa formada deyir, ancaq mən o canlı şahidiyəm, o birinci Qarabağ müharibəsində, yəni 90-cı ilin əvvəllərində. Sizi inandırım ki, 92-ci ilin bu vaxtlarında, iyul ayında artıq Xankəndinə hava yolundan vəng, yəni burada o döyüşlərdə iştirak edənlər olub, hava yolu ilə təqribən 8-10 kilometr. Amma hansı o siyasi proseslər gəlişməsində da mən Allah dünyaları versin, kimlərsə bir dünyasını dəyişib o proseslərdə iştirak edən, o, belə deyək, siyasi ambisiyası olan insanların müəyyən hərbi istənin adını çəkib, nömrəsini demirəm, ordunu geri çəkməklə o torpaqlar hamısı bir-birinin dalınca işgal olunur. Və artıq 93-cü ilin əvvəllərindən başlayaraq ta avqust ayına qədər, sentyabr ayına qədər neçə dənə rayonumuz bizim işgal altına düşdü. Və yenidən xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndərimiz 93-cü ilin noyabr ayında xalqa müraciət elədi və 70 tabor yaradıldı. Təsəvvürə gətirirsiniz, yenidən ulu öndərə etimad, inan sayəsində Azərbaycan oğulları yenidən birləşdilər və mən xüsusi olaraq Sumqayıt batalyonunu vurgulamaq istəyərdim. Sumqayıt batalyonu 1994-cü aprel-may aylarında Ağdam istiqamətində, Füzuli istiqamətində şiddətli döyüşlərdə nə qədər insan orada şəhid olmuşdu. Bir şəhidlər xiyabanını ziyarət edəndə Sumqayıtda bir orada statistik göstəricilərə baxın, 94-cü il aprel ayı. Mənim öz vəzifə borcum olaraq, mənəvi borcum olaraq onların hamısının statistikasını götürmüşəm. 94-ün
aylarında 200 neçə nəfərə yaxın 94-cü il aprel-may aylarında qəhrəmanlıq şəhid oldu. Bəlkə də mən fürsətdən istifadə edib çox danışıram, amma mən bunu borc bilirəm özümə ki, yəni bir vətəndaş olaraq sizlər də bunu bilməlisiniz. Və 1994-cü ilin aprel-may aylarında formalaşmaqda olan Azərbaycan ordusu təpədən dırnağa kimi birləşmiş və digər adını çəkmədiyim dövlətlərin dəstəyi ilə olan erməni hərbi birləşmələri kəllə-kəlləyə gəldi. Ağdam Füzuli istiqamətində və Azərbaycan Milli Ordusu necə ki 94-cü il yanvar ayında Horad istiqamətində, 94-cü il may ayının əvvəllərində aprel-may ayının Sumqayıt batalyonunda orada olmaqla Ermənistan hərbi birləşmələrini darmadağın elədi. Bax, bunu mən tarixi bir fakt kimi deyəm. Və onda digər dövlətlərin təsiri vasitəsilə Azərbaycan Respublikası bir mənalı şəkildə atəşkəsə sürüşləndi ki, atəşkəsə imza atılsın. Təbii ki, Ulu Öndər Heydər Əliyevində uzaq görənliyi ondaydı ki, hələ iqtisadiyyat formalaşmamışdı, hələ ordu formalaşmamışdı. Dövlət bir ictimai-iqtisadi formasiya, belə deyək, sosializm adlı quruluşdan bir keçid dövrə, kapitalizm adlı bir quruluşa keçirdi. Yəni, o dövrdə atəşkəsi vermək lazımdır. Və 1994-cü ildə atəşkəs elan olunan kimi ən böyük prioritet oldu hərbin, yəni milli ordunun formalaşması. Və biz bilirik ki, 1994-cü ilin aprel ayının 30-da bugün erməniləri vəhşət yaşadan yeni hərbi birləşmələr yaratıldı və onunla bərabər digər hərbi birləşmələrdə də xüsusi təyinatlar yaratıldı və nəticə də 2020-ci il 8 noyabr, 2023-cü il 19 sentyabr. Artıq Azərbaycanımız suverendir və dünya ölkələri içərisində necə ki imzası olub və bugün qətiyyətlə də imzası var. Hər dəfə Cənab Prezidentin o dünya siyasi arenasında şəxslə yeridiyini görəndə mən fəxr edirəm. Mən fəxr edirəm ki, o oğullarımızın qanı elə belə tökülmədi. O oğullarımızın qanı bugün bizə Şuşamızı, Laçınımızı və nəhayət ki, 100 il bundan qabaq bitirdiyimiz Xankəndimizi bizə qaytardı. Əziz şəhid anaları, əziz şəhidin həyat yoldaşları, mən sizi nə qədər o 100 il keçsə də bundan sonra, bu qələbə elə bizim tarixi bir qələbəmizdir. Sizin hamınızın orada payı var, müstəsna olaraq da sizlərin həyat yoldaşlarına və o şəhidlərin ruhu qarşısında biz hamımız baş əyik və o şəhidlərimizin, o müharibədə canını fəda edən qəhrəmanlarımızın ruhu şad olsun deyək. Uca Allahdan xalqımıza vəhdət, ordumuza da qüvvət arzu edirəm. Hər zaman necə qəhrəman kimi gəzmişik, Allah açıq uzaq gəzmişik və bundan sonra da elə gəzək. Sağ olun, var olun, təşəkkür ederim. Söz verin. Teşekkür ederim, çok sağ olun. Bir daha bugünkü tədbirin ərsəyə gəlməsində vurgulandığı kimi Sümqayıt şəhid icra hakimiyyətinə şəxsən Zakir Məhəmmədlərə təşəkkürümüzü bildiririk. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyi Poeziya bölməsinin rəhbəri, Sumqayıt Poeziya Birliyi direktoru İbrahim İlyaslıya təşəkkür edir və sözü ona vermək istəyir. İbrahim müəllim, buyurun. Əziz şəhid ailələri, sayın millət vəkilim, hörmətli Dərran müəllim, əziz, dəyərli, saygıdeğer iştirakçıları, hamınız ev sahibi olaraq salamlayıram və xatırlatmaq istəyirəm ki, poeziya İngilizcədən çoxlu tədbirlərə ev sahibliyi edir, həm şəhər miqyaslı, həm ölkə çapında, eyni zamanda uluslararası tədbirlərə ev sahibliyi edir. Amma burada keçirilən tədbirlərin içərisində bizi ən çox düşündürən, duygulandıran şəhidlərimizlə bağlı olan tədbirlər olur. Çünki bu bizim hamımızın bir vətəndaş olaraq vəfa borcumuzdur. Burada həm millət vəkilimiz Zahir müəllim, həm Dərlan müəllim bizim qələbəmizlə bağlı geniş danışdılar, ətraflı bir münasibət sərgilədilər. Mən onu qayıtmaq istəmirəm. Bizə şey xatırlatmaq istəyirəm ki, müharibəmizin 13-cü günü mən də artıq öz
təkidli xahişdən sonra Cəbədəy məsələrimizin yanındaydım. Bir qrup ziyalı ilə bizə icazə vermişdi, Müdafiə Nazirliyi biz xahişimizi nəzərə alıb və əsgərlərimizin necə döyüşdüyünün birbaşa şahidi oldu. Birbaşa onların barıt toxunu mundirlərini baş əymək şansı oldu. Bu mənim üçün çox böyük şərəfdir əlbəttə. Və ədəbiyyat adına bugün biz əsasən deməli kitab təqdimatına toplaşmışıq. Sahibə xanım Rəşidin Cənnətdə Yaşayanlar adlı bu şeirlər kitabı. Şeirlər kitabını mənə təqdim olundu və burada belə bir tədbirin arayasaya gəlməyini ondan xahiş edəndə təbii ki, böyük məmnuniyyətlə razılıq verdik və dedik ki, necə lazımdır, sizə şərait yaradılacaq, bizim borcumuzdur şəraiti yaradılacaq. Məsələ burasındadır ki, bizim ədəbiyyat adamlarının əlbəttə borçlarından biri şəhidlərimizi, qazilərimizi və bütövlükdə bizim qələbəmizi ədəbiyyata daşımaqdır. Gələcəyə daşımaqdır. Bizim indiki nəsillər, gələcək nəsillər öyrənsinlər, bilsinlər ki, bizim şəhidlərimiz necə qəhrəmanlıqlar göstəriblər və onlar bu xalqın, bu millətin xatirəsində ömür boyu neçə ki Azərbaycan var, neçə ki dövlətimiz, millətimiz var, onu yaşamalıdırlar. Amma bir məsələ var ki, mən hər zaman bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin məruzəsini elədim, qələbə poeziyamızla, zəfər poeziyamızla bağlı, orada xüsusi vurğuladı. Təbii ki, bu məsələyə eyni zamanda tənqidi münasibətini də bildirdi. Mən hər dəfə deyirəm ki, bizim qələbəmizin, hamınız bildiyiniz kimi, artıq xarici ölkələrin hərb məktəbləri bizim qələbənin tarixini öyrənirlər, strategiyasını, taktikasını öyrənirlər ki, 44 gündə necə bu qələbəni qazanmaq mümkün olur. Və dünyanı heyrətə gətirən bir qələbə qazanmışıq. Əlbəttə ki, şəhidlərimizin qəhrəmanlıqları, canıqanı bahasına, qazilərimizin qəhrəmanlıqları bahasına, təbii ki, başda Ali Baş Komandanımızın göstərişləri, onun vurduğu, o yeritdiyi müharibə taktikasının hesabına biz bu qələbəni əldə elədik. Çox möhtəşəm bir qələbə əldə elədik və bugün bizim yaratdığımız ədəbiyyat, zəfər poeziyamızla bağlı yaratdığımız ədəbiyyat da bu qələbəyə layiq olmalıdır. Bu qələbəyə layiq olmalıdır ki, bizim yazdığımız şeirlərdir, hekayələrdir, istər publistik məqalələr olsun. Bu çox ciddi məsələdir və mən arzu edirəm ki, bugün də bizim yazarlarımız bu məsələni diqqətə alsınlar ki, bizim şəhidlərimizin göstərdikləri qəhrəmanlıq misilsiz bir qəhrəmanlıqdır. Və buna görə də şairlərimizi, yazıçılarımızı əlbəttə almışlayıram ki, onlar şəhidlərimizin bu qəhrəmanlıqlarını müraciət edirlər, şəhid ailələrlə görüşürlər, bu barədə kitablar yazırlar. Biz yaxınlarda yeni bir kitabımız edəcəyik, biz bir şəhid, bir hekayə, bir şeir adlı bir layihə həyata keçirilir. Artıq kitab çap olunmaq üzrədir. Bütün qələm adamlarının borcudur. Buna münasibət bildirsinlər. Və təbii ki, mənim də bir şeirim var, yəqin ki, indi dinləyənlər dinləyibdir, sosial şəbəkələrdə yayğın bir şeirdir bizim əməkdar artistimiz Rauf Ağaçı bu şeiri söyləyibdir. Söz onda deyil, bu hər bir qələm adamının borcudur. Mən Sahibə xanıma da uğurlar arzulayıram ki, şəhidlərimizin həyat yoluna ayna tutmağa çalışır, bacardığı qədər hər kəs öz istedadı, öz gücü, öz poetik, ədəbiyyat potensialı nəyə çatır, nə qədər çatırsa, o mənada, o qədər də bu poeziyada öz sözünü, öz səsini qaldırmaq istəyir. Sahibə xanım, təbrik edirəm bu kitabın işimizi görməyin münasibətindən davamlı olsun deyə arzunu, öz istəyimi bildirirəm və bütün qələm adamlarımıza bir daha mesaj edirəm ki, bizim yazdığımız ədəbiyyat şəhidlərimizə layiq olmalıdır. Şəhid ailələrinin nə çəkdiyini o ədəbiyyata yansıtmağı bacarmaq lazımdır. Biz onların nələr yaşadığını duymalıyıq və elə yazmalıyıq. Biz
əsgərlərimizin hansı qəhrəmanlıqlarını göstərdiyini duymalıyıq, bilməliyik və o cürdə kitablar qələm almalıyıq. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. İndi sizə söz verilir. Sözü gedən kitabın redaktoru, Sabaha İnanla Az Xəbər portalının baş redaktoru, hörmətli Namiq Məmmədliyev. Namiq müəllim, buyurun, söz sizindir. Yeni medalınız münasibəti ilə sizə verilən təbrik edirik. Mətbuatın 150 illik medalı yaxanızda daha böyük uğurlar edirik. Mən ilk olaraq burada hamını salamlayıram, şəhid ailələrini, vətənpərvər insanları, qaziləri. Birinci, onu demək istəyirəm ki, bu kitabın ərsəyə gəlməsində ən böyük rolu olan şəhid xanımı Xanpəri xanımdır, şəhid Rizvan Qayıbovun həyat yoldaşı. Mən ona minnətdarlıq eləmək istəyirəm. Çünki Xanpəri xanım həm kitabın məsləhətçisidir, həm də kitabın maliyyə dəstəkçisidir. Kitabın maliyyə dəstəkçisidir. Mən çox qısa danışmaq istəyirəm. Yəni, məcbur oldum ki, bunu oxumalıyam. Bu şeir Polat Həşimova həsb olunub. Bu şeiri mən redaktör edim, bu kitabdan götürmüşəm və ona görə məcburam ki, bu şeiri oxuyum. Ay mənim generalım, qanun torpağa axdı, o torpaqdan səmaya elə bir nalə qalxdı, səmada şimşək olub bütün dünyaya çatdı. Ay mənim generalım, titrətdi yer üzünü, ruhundakı əzəmət, nəfsindəki ismət, sən bax, eyni anda həm tanıdı, həm sevdi, həm də yoxluğum üçün, həm də yana-yana alışdı, qan ağladı bu millət, ay mənim generalım, öldüyün an yenidən doğulan, zühur edən milyonda bir nəfərsən, demək Tanrının Türkə bəxş etdiyi Polat adlı zəfərsən, ay mənim generalım. Daha sustura bilməz kimsə haqqın səsini, ruhun dolan ürəklər yaşadacaq nəfəsini, ay mənim generalım. Yaşasın şəhid ailələri, qazilər, cənab prezidentimiz. Mən fəxr edirəm ki, burada Sumqayıt şəhərində doğulmuşam və şəhid haqqında kitabın redaktoruyam. Bir neçə Sumqayıtda çıxıbdır şəhid haqqında kitablar. Bu kitab da ən yaxşı kitablardan biridir. Bu kitab ən yaxşı kitablardan biridir. Şəhidlərin həyat yolunu, onların qəhrəmanlıqlarını əks etdirib. Bu kitabda kədər var, hüzün var, inan var. Bu kitabda demək olar ki, Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin bütün qanunları bu kitabda gözlənilibdir. Mən demək istəyirəm ki, Qarabağ Azərbaycandır, Sumqayıt Azərbaycandır. Biz birlikdə güclüyük. İndi isə söz verilir şəhid Əliyev Elşadın anası, hörmətli Flora Hüseynovaya. Flora xanım, buyurun. Salam, hörmətli qonaqlar, şəhid anaları, qazilərimiz, deputatlarımız, icra hakimiyyətinin məmurları, Allah hamınızı can sağlığı versin. Bugün siz bizim yanımızda, bizlə bərabər bu gözəl tədbirdə iştirak edirsiniz. Bəli, bugün Sahibə xanımın, Pəri xanımın günüdür. Sahibə xanımı mən 2023-cü ildən tanıyıram. Onu mənim gözəl balam, Arzu qızım tanış edib bir tədbirdə. Ondan sonra biz Sahibə xanımla həmişə əlaqə saxlamışıq, danışmışıq. Bu kitab mənə çox doğmadı. Nəyə görə doğmadı? Çünki bu kitabdakı şeirlərin 70 şeirini mən Sahibə xanıma demişəm, o yazıbdır. 2023-cü ildə mən elə bil ki, iyul ayının 16-sında Mingəçevirdə
hərbi hissədə oğlumun 30 illik anım gününü eləyirdim. Tədbir keçirdirdim, böyük bir tədbir. Onda bizim bir ailəmiz yarandı, şəhidlər ailəsi. Biz deməli hər gün, oraya gedənəcən 2 ay müddətində biz hər gün bir şəhədə ittifaq edirdik ki, bugün misal üçün Rizvanın günüdür, sabah Elşadın günüdür, Arifin günüdür, Samirin günüdür. Belə bizmə, mən deməli axşam olurdu, Sahibə xanıma şəhid barədə məlumat verirdim ki, Sahibə xanım, sabah bu şəhidin günüdür, xahiş edirəm. Bir saatdan sonra o şehir mənim telefonuma gəlirdi. Səhər biz o şəhid haqqında danışırdıq, geniş ətraflı məlumat verirdik. Orada mənim bu gözəl qızım, Sevinç qızımın da böyük zəhməti var. O da roliklər düzəldirdi. Biz eləncə bu şəhidlərimizi tanıtdırırdıq. Ona görə bu kitab mənə həddindən artıq çox doğmadır. Bəli, bax orada gördüyünüz o şəhidlərin çoxsu bizim şəhidlərdir. Sahibə xanım, mən sənə nə arzulayarım qızım? Sənə birinci can sağlığı, uzun ömür. Yaradıcılığın boyu davamlı olsun. Yadasan, yaradasan, ürəyindəki o gözəl şeirləri, o yanıqlı səzinlə ki, göndərirsən bizə, biz qulaq asırdı, ağlayırıq. Allah sənin ömrünü uzun eləsin. Yazan əlini var eləsin. Çox sağ olun. Həli qızım, sənə mən arzulayıram. Bəli, mən eşidəndə ki, bu kitabın ərsəyə gəlməndə, mən də Sahibə xanıma neçə dəfə dedim ki, Sahibə xanım, gəl bu şeyləri həqiqdir, bir dənə kitab alma salaq. Sonra eşidəndə ki, sən bu işi başlamışsan, mən çox sevindim. Ona görə Allah sizi sevindirsin, Allah bütün şəhidlərimizin məqamı ucu olsun, ruhu şad olsun. Bəli, buradakı bütün bu şəhidlər hamısı bizimdir. Bütün şəhidlər bizimdir. Mən hər gün deyirəm, hamınız da bilirsiniz ki, deyirəm, o şəhidlərin yatdığı torpağa Elşad anası qurban. Bəli, Allah buradakı yazılan bu bağların hamısını rəhmət eləsin, məqamları uca olsun. Sahibə xanım, Allah sizə də can sağlığı versin. İndi ondan sonra bizim sizə hədiyələrimiz də olacaq, qoyunlarım gəlsin, Allahın köməli ilə onu da eləyəcəyəm sizə. Çox sağ olun. Çox sağ olun, minnətlər. Təşəkkür edirik şeylərə görə. Çox sağ olun. Bəli, hər bir insanın həyatında valideynindən sonra əlbəttə ki, bəzilərinin həyatında isə müəllim daha öndədir. Müəllim adı gələndə istər-istəməz insan bütün keçmişini, gəncliyini gözünün qarşısına gətirir. Müəllim bəli, insan həyatında xüsusi yer tutur. İndi isə şairə Sahibə Rəşidin sevimli müəllimi, Ağdam 2 nömrəli məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi, hörmətli Suriyə müəlliməni dəvət eləmək istəyirik. Suriyə müəllimə xoş gəldiniz. Alqışlayaq bizim dəyərli müəllimimizi. Suriyə müəllimə, məktəbdə yazırdı Sahibə xanım, yoxsa? Sahibə və Sahibə xanım. Gəlin. Yazırdı məktəbdə, yoxsa? Sahibə xanım Ağdam 2 nömrəli məktəbinin ən fəal, ən çox istədiyimiz əlaçı şagirdlərindən biri oldu. Mən bir müəllim kimi həmişə Sahibə xanımla fəxr eləmişəm. Şagirdin Sahibəni həmişə adın fəxrlə çəkmişəm. Ona görə ki, 5-ci sinifdən 11-ci sinifə qədər Sahibənin Azərbaycan dili ədəbiyyat müəllimi olmuşam və bütün ədəbiyyat tədbirlərində Sahibə məktəbimizin nüfuzunu həmişə yüksəklərə qaldıran bir şair olmuşdur. Orta məktəbdə bəli. Sahibə xanım, mənə orta məktəbdə oxuduğu zamanlar ədəbiyyata böyük həvəs göstərdi. Və indi eyni zamanda şəhidlər haqqında yazdığı bu kitab həqiqətən də qürurverici bir kitabdır. Mən şəhid analarımızın qarşısında bir müəllim kimi baş əyirəm. Sahibə kimi şagirdlərimlə, sahibi ilə fəxr edirəm. Ağdam 2 nömrəli məktəbinin fəxridir Sahibə xanım. Sahibə eyni zamanda özü çox vətənpərvər, əvvəldən orta məktəbdə oxuyanlar, çox
vətənpərvər bir şagird olur. Sahibənin tədbirlərdə etdiyi çıxışda onun həmişə vətənpərvər olduğuna sübutdur. İndiki kimi yadımdadır. Xındırıstan, Ağdamın Xındırıstan kəndində biz tədbirə getmişdik. Sahilə xanım orada çıxış elədi. Və o qədər vətənpərvər ruhda çıxış elədi ki, həqiqətən də bütün salon almışa büründü. Sahilə Azərbaycanımızla fərq edirdi. Orada Azərbaycan şeirini Sahilə o qədər gürültülü, o qədər səmimi ifadə etdi ki, Azərbaycana gəlsin şeirini o qədər təlatümlə, o qədər fərqlə dedi ki, və ona görə də hamı kiçik yaşlı sahibəni qucaqladı, öpdü. Vətənimin seyrinə çağırıram elləri. Hörmət görmək istəyən Azərbaycana gəlsin. Məzənin başdan başa şəhərləri, kəndləri cənnət görmək istəyən Azərbaycana gəlsin. Bəndi ilə, bu şeir deməklə sahibə bütün salonu rüqqətə gətirdi. Mən sahibi ilə fəxr edirəm. Bir şagird kimi və o şəhidlərimiz haqqında yazdığı kitab elə bil ki, mənim üçün dünyadır. Öpürəm qızım sənə. Çox sağ olun. Söz verilir, Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Goranboy şöbəsinin sədri, 1-ci və 2-ci Qarabağ müharibəsinin cəsarətli döyüşçüsü Elmar Məmmədova. Elmar müəllim, buyurun. Mən hər birinizə salamlayıram, şəhid analarının qarşısına baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sahibə xanım sağ olsun, bütün şəhidlərimizə, qazilərimizə, hamısını şeir yazıb, onların qəlblərini sevindirir. Allah can sağ versin Sahibə xanıma, Allah balalarını xoşbəxt eləsin. Çox sağ olsun ki, belə bizim gözəl şəhidlərimizə, qazilərimizə şeirlər yazır. Sağ olsun, minnətdaram hər birinizə. Sağ olun. Söz verilir, Azərbaycan bayrağı orderli şəhidimiz Quliyev Cavidin anası Turan Babayevaya. Turan xanım, buyurun. Çox çətindir mənim üçün danışmaq. Buradakı şəhidlər analarına ürəkdən nətədirlər, can sağlığı arzulayırlar. Bütün şəhidlərimizin ruhu şad olsun. Bütün belə çətindir, mənim bağışlayın, mən danışa da bilmirəm, ona görə ki, mənim 1-ci Qarabağ oğlum şəhiddir. 2 oğlum var mənim. Mənim bir oğlum Qarabağ 9 may 1994-cü ildə Ağdamda həlak olub. O özünü partlatmışdı. Şəhid yoldaşı, o komandir idi, o uşaqları çoxsunu xilas olmuşdu. Çoxsunu, onların içində Elmar var idi. 2-ci oğlum da Qarabağ iştirakçısı, 1-ci Qarabağ iştirakçısı. Hər ikisi İlham Əliyev tərəfindən orada medallarla tərtib olunur. Balalarımın hər ikisi. Məni bağışlayın, biraz mənə çətindir danışmaq. Üzr istəyirəm sizin analar, bütün qarşınızda başlayırlar. Çox sağ olun kızım. Bana məni dəvət elədiyinə görə çox sağ olun. Siz sağ olun. Sənə ömrüm boyu minnətdaram. Allah eləməsin, nə sözlər. Mən bir dənə şey demək istəyirəm. Heç kəs məndən incilməsin. 1-ci Qarabağ döyüşçülər məğlub olmayın. Onlar qalib olmuşdular. 2-ci Qarabağ onların ardıcıları idi. Ona görə də onlarla fəxr eləmək lazımdır. Çünki ilk şəhidlərlə Qarabağ fəxr eləmək.
Teşekkür edirik. Bir daha vurgulamak istəyirəm. Başınızı dik tutun, əziz analar, siz qalib dövlətin, qalib ordusunun anaları, bacıları, yoldaşlarısınız. Biz sizi almışlayırıq. Çox sağ olun. Söz verilir, şəhidimiz Kərimov Ceyhunun anası, hörmətli Rəşəndə anaya. Buyurun Rəşəndə xanım. Öncelikle hamınızı salamlayıram. Əziz şəhid anaları, şəhid yoldaşları, şəhid bacıları, hamınızı salamlayıram. Sahibə xanım çox həmişə bizim yanımızda olan, uşaqlarımızın ad günü olanda, ana günü olanda, onlar adına şehir yazan, həmişə vətənpərvər xalqımıza, vətənimizə hörmət edək, onur edən bir qızdır. Çox təşəkkür edirəm Sahibə xanım. Bu kitabı əsər gətirdiyiniz dərs üçün Pərxanıma təşəkkür edirəm. Çox sağ olun, Allah'ımıza razı olsun. Mən Kərimov Ceyhunun anasıyam. Mənim oğlum 1-ci Qarabağ müharibəsinin şəhididir. O, öz yaralı Haman birini xilas edərkən şəhidin zirvəsini çalmışdı. Allah bütün şəhidlərimizə rəhmət edəsin, yerlərə cənnət məqamlarımız olsun. Mən fəxr edirəm ki, Ağqanın sahibə kimi dəyərli, sahibə kimi qururlu evladı var. Mən həmişə onunla fəxr edirəm. Bizim gözəl şairlərimiz var, vətənimizin, vətənpərvər qızlarımız var. Həmişə yanımızda olan analar, bacılarımız var. Hamısına fəxr edirəm. Allah cümlə şəhidlərimizin yeri cənnət edəsin, məqamını cümləsin. Mən bura əziyyət çəkib gəlib, bu tədbirdə iştirak edirəm. İcra Hakimiyyətin nümayəndəsinə, millət vəkilimizə, bütün şəhid analarımıza, vətənsevər evlatlarımıza təşəkkür edirəm. Çox sağ olun. Dostlar, sinif yoldaşları, tələbə yoldaşları əlbəttə insan ömrünün şahidləridir. Bugün aramızda Sahibə xanımın sinif yoldaşlarından biri də yer alıb. Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək İctimai Birliyinin sədri, tərəqqi medalçısı, ilin müəllimi, qabaqcıl təhsil işçisi və kimya üzrə fəlsəfə doktoru Aynur Zülfüqarova. Buyursun Aynur xanım. Telefonlarınızı səssiz rejimə keçirin, xahiş edirəm. İlk olarak salamlayıram hər kəsi. 30 ilin pedagojik təcrübəsinə malik bir müəllim olaraq, amma bugün bu auditoriya qarşısında söz demək böyük bir məsuliyyətdir. Bu cür insanların, şəhid analarımızın qarşısında çox böyük ağır bir məsuliyyətdir və ilk olaraq qalib ölkənin vətəndaşı kimi şəhid anaların əllərindən öpürəm. Qarşılarında baş əyirəm ki, bugün bizə, mən özüm də Qarabağlıyam və bizə bu qələbəni yaşatdığına görə şəhid analarımızı qarşısında baş əyirik, şəhidlərimizə rəhmət edirik, qazilərimizə can sağlığı, bizim müzəffər ordumuza can sağlığı arzulayırıq və bugün biz Ali Baş Komandamızın ətrafında birləşib müzəffər ordumuzla tarixi qələbəmizi yaşadıq. Mən bu günləri istəyirəm rahat bir çıxış edirəm, çünki adi tədbirlərdə fərqli olaraq mən 10 il bir partada oturduğum, bir məktəbdə bir yerdə adımladığımız, bütün uğurlarımızı, uşaqlıq şıdaqlarımızı görən Sahibə Rəşidin tədbirindəyəm. Sahibə xanım bizim üçün çox məktəb illərindən də çox dəyərli sinif yoldaşımız olub. Məndən öncə mənim anam, bizim sinif rəhbərimiz, ədəbiyyat müəllimlərimiz olub, Süreyya müəllimə danışdı. Və biz Sahibə xanımın, tək mən özüm kimyaçıyım, amma bizim özümüz də ədəbiyyatı çox sevmişdik. Sahibə xanımla birlikdə bütün tədbirlərdə olmuşuq və Sahibə xanım o vaxtdan vətənpərvər qızdır. Biz dəfələrlə eşidirəm ki, Sahibə xanım, siz haradasınız? Biz şəhid tədbirlərində, qazi tədbirlərində bacardığı yerə qədər heç bir tədbirdən qalmır. Bizim öz məktəbimizdə, öz məktəbimizin 7 dənə şəhidi var və deyim ki, bizim altında 15 yaşlı şəhidimiz də var idi ki, Sahibə xanım bunların hamısını vurğulayıb. Mən bu kitaba baxanda ki, cənnətdə yaşayanlar, həqiqətən də onlar cənnətdədirlər. Bizim şəhid analarımız, siz
böyük bir fəxrlə adı daşıyırsınız ki, siz şəhid anasısınız. Və mən belə bir hadisənin şahidi oldum ki, 44 günlük müharibədən deməli qayıtmışdı. Ana atasından çox layiqli eləyirdi, başqa pis əməllərlə məşğul olan bir oğul var idi. Ananın dediyi sözü eşitdim ki, əgər dedi qismət olsaydı, sən şəhid adı qazanardın. Allah onu sənə qismət eləmədi, öz övladına. Görün, bu necə uca bir zirvə adlı ki. Yəni, sizin qarşılığında çox sözlər demək olar. Bu kitab böyük bizim tariximizi yaşadır. Sahibə xanım, sizə xüsusi təşəkkür edirəm. Həqiqətən yaxşı ki varsınız. Bizim o illərimizin riskindən son qoymuşsunuz ki, burada elə bir mənim də baxıram, kitabı vərəqləyirəm, daha çoxundan məlumat almaq olur. Bizim öz məktəbimizdən Namiqlə, burada bizim Sənanın da adı var və mənim öz əmim oğlu, mənim bu ikinci, bizim sonuncu qələbəmizdə xüsusi rol 19 yaşı var, Məmmədov Rəqayl Vidadi oğlu. Baxdım ona, heç mən bir kitabda ona yer aldığını indi gördüm. Çox sağ olun, Allah sizi var eləsin, həmişə yanımızda olun. Sizlərlə də fəxr edirik. Belə bir tədbirdə, həmişə biz də sizin yanınızdayıq, belə bir tədbirdə sizin qarşınızda söz demək çox çətindir. Allah sizləri var eləsin. Çox sağ olun, təşəkkür ederim. Bugün Sumqayıt məktəbləri burada iştirak edirlər. Sahibə xanımın şeirlərindən söyləyəcəklər. 4 nömrəli məktəbin şagirdləri. Alqışlarınızla buyursunlar. Şəhid General Həşimov Polad İsrailov əziz xatirəsinə. Ay mənim generalım, qanın torpağa axdı. O torpaqdan səmaya elə bir nalə qalxdı. Səmada şimşək olub bütün dünyaya çaxdı. Ay mənim generalım, titrətdi yer üzünü ruhundakı əzəmət, nəfsindəki ismət. Səni bax eyni anda həm tanıdı, həm sevdi, həm də yoxluğun üçün yana-yana alışdı. Qan ağladı bu millət. Ay mənim generalım, öldüyü an yenidən doğulan, zühur edən milyonda bir nəfərsən. Demək Tanrının Türkə bəxş etdiyi Polad adlı zəfərsən. Ay mənim generalım, daha sustura bilməz kimsə haqqın səsini. Ruhun dolan ürəklər yaşanacaq nefəsini. Ay mənim generalım. Şəhid Mikrofonu aç. Mikrofonu aç. İkinci mikrofonu aç. Şəhid Cəlilov Ruslan Avdoğlu'nun əziz xatirəsinə xanımının adıdır. Elə nigaranam mən, elə səndən xəbərin gəlmədi getdiyim gündən. Hərdən düşünürəm igid Ruslanım, bəlkə incimisən, küsmüsən məndən. Qəfildən səs gəlir çöldən, bacadan, sanıram adımı çağırırsan sən. Sanki əvvəlcə tək bəkdən, ucadan, deyirsən ki, səni çox sevirəm mən. Yollar başımdan yoruldu Ruslan, ürəyim həsrətdən qovruldu Ruslan. Yandım, elə yandım, inan ki sənsiz, külüm göy üzünə sovruldu Ruslan. Ya Rəbbim, bir xəbər getir nə olar, Ruslanlı mənə getir nə olar. Mənim də gözlərim yığılsın daha, ümidlə baxıram hər gün sabaha. Şəhid İsmailzadə İslam Nizamov əziz xatirəsinə, Qazi Sevil ananın adına dedin əsl sözdür. Kontağı bədəkli, qalan zavrum, həyatı gül kimi solan zavrum, hər kəsin dərdini, öz dərdi bilib, könüllərə həndər olan zavrum, qıymazdı bir kimsə, indiyə küsə, zam qurban edərdir, zavur hər kimsə, sən mərhəmətliydin, insan sevərdir, sonuncu dikəni yarı bölərdir, vətən də sənin üçün zanlar
qarşısına. Yenə də göynəyir sinəm bu axşam. Ceyhunum, sənin üçün çox darıxmışam. Çırpına çırpına qalmışam balam. Elə bir manadı qırılmış quşam. Halımı sorsalar coşub ağlaram. Ah nalə çəkərəm sinə dağlaram. Dünyanın rəngləri itib gözündə. Mən qara geyərəm, qara bağlaram. Yaramı yarası olanlar anlar. Uza boylu, şuh gelişli, kardasan, hiç demirsen ana, intizardasan, saçından ben oldum, yüzünden gülüş, sen gidenden baharın da oldu kış. Dözdün dedi bu zillete zanzanım, bana gitti torba altı yanzanım. İçimin yanısını görme varsa, gözyaşı sel olar ağlar zanzanım. Derdimi tek sesle söyleyebilmedim. Dediler, güldüler, gülebilmedim. Ay Allah, bu nece zulümdür derdimiz. Dertten ayzak saçtım, öyle bilmedim. Üçüncü güleydim parası. Sağlamaz hiç zaman olur yarası. Ömür boyu ağlayan çürümez. Çimin torbanın altında yatar balası. Denemde sinesini düşmen gülmesi. Yaşa Azerbaycan olup gelmesi. Şehit oldu, bana aktı torpama. Unutulmaz şehidin oklar ölkesi. İndi isə kitabın sponsoru 1-ci Qarabağ Şəhid Ailələr Qrupunun rəhbəri Şəhid Rizvan Qurbanov Qayıbovun xanımı Pəri Rizvanı dəvət edirik və vurğulamaq istəyirəm ki, Pəri xanım özü də şəhid ailəsi olmaqla yanaşı hər zaman şəhid ailələrinin yanında olmuş, onların hər bir işinə bərkəşliklə yanaşmışdır. Eyni zamanda Sahibə Rəşidin bu kitabının ərsəyə gəlməsində təşəbbüsü məhz bu irəli sürmüş, maliyyə dəstəyi göstərmişdir. Alqışlarınızla Pəri xanımı səhnəyə dəvət edirik. Buyurun. Mənə söz verdiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. İlk öncə şəhid analarına və sonra qonaqları, qazilərimizi, ümumiyyətlə tədbir iştirakçılarını salamlayıram, xoş gəlmişsiniz deyirəm. Bu bizim mənəvi borcumuzdur sayıram, həqiqətən də. Bu işləri bacarırıqsa nə xoş bizə. Bu kitabın işimizi görməyində bir balaca töhfəmi vermişəmsə, həqiqətən bu mənim borcum sayıram. Bu yəni elə böyük bir iş deyil. Mən istədim ki, bu şəhidlərin şeirləri hansı ki, Sahibə xanım həmişə yanımızda olurdu. Bizim bütün tədbirlərimizdə hədiyyə nə gəlir, şeir hədiyyəsi ilə. Biz də ona istədik ki, bunu bir toplum halında bu şəhid kitabı təqdim edək. Bu şəhidlərin Sahibə xanıma olan hədiyyəsidir. Şəxsən Rizvan Qayıbov cənnətdədirsə bu hədiyyəni. Ona görə bu kitab mən həqiqətən də bəlkə də Sahibə xanıma daha çox dəyərlidir, ancaq inanmıram. Burada onun özünün nuru var, işığı var. Çox sağ ol Sahibə xanım, bu mövzuya həqiqətən Bayat bəy də dedi. Hər bir şairin, yazarın borcudur ki, bu mövzuda yazsın. Çünki məlum ki, nə qədər şəhidimiz var. Biz bu cür azad, firavan, elə-belə asıb yaşamırıq. Verdiyimiz canlar var. Bunun arxa pərdəsini hər birimiz bilirik, şəhadətlər olar. Mən bir də təşəkkürümü Sahibə xanıma, müəllifə bildirirəm. Onun çəkdiyi bu əziyyətə, onun bu mənəvi, əlbəttə asad deyil, bir cümlə yazıb, gözümüzün yaşı axır. Yəni, o bunları bütün ürəyimin süzgəcindən süzərək yazıb. O mənə bir şeir yazıb göndərmişdi. İnanın, mən məhtal aldım, siz nə bilirsiniz bizim taliyimizi? Yazmışdı, üzünü görmədiyin evladımız. Mən məhtal aldım. Sahibə xanımla tezdən yaşadım, bunu hardan bilirsiniz? Dedi, Pəri xanım, haçansa demişsiniz, oradan yadımda saxlamışam. Yəni, o kimi şeylər çoxdur, yadında saxlamadı, sadəcə özünün ürəyinə gəldi, sanki içimizdə oturur, ürəyimizi bilir bu xanım. Ona görə mən sizə dərin təşəkkürümü bildirirəm, Sahibə xanım. Var olun, yazın, yaşayın, yaradın, yazın. Yəni, bu birinci olmasın Sahibə xanım, bu axırıncı olsun. Təbrik edirəm bir daha.
Təşəkkür edirəm. Tədbirin əvvəlində vurgulandığı kimi, Sabiq xanımın sözlərinə bəstələnmiş onlarla mahnılar var. Onlardan birini Respublikan Xalq Artisti Samir Cəfərov ifa edib. Üzürlü səbəblərdən tədbirimizdə iştirak edə bilmir, amma biz sizlərlə bərabər mahnının klipini izləyəcəyik. Diqqət monitora, gəlin və gözəl mahnını dinləyək. Sahibə Rəşid, şəhidimiz Rizvan Qayıbov və onun xanımı Pəri Rizvanın qısa lakin unudulmaz bir ömür yolu haqqında yarımçı qalmış arzular başlıqlı şeiri var. İstərdim o şeiri sizlər üçün səsləndirim. Bir xanım tanıdım, üzündə kədər, gözlərində qüssə, qəmli baxışlı. Soruşdum, nədir bu əzab bu qədər? Dedi, taleyim var, qara naxışlı. Dedi, heç dindirmə, ürəyim dolu. Gəlir xatirimə, nələr, nələr. Məni yaman yordu bu ömür yolu, tənhalıqda qalan ürəyim nələr. Dedi, gənc yaşımda sevildim, özümü dünyada bəxtəvər bildim. Canımdan da əziz, doğma sanırdım, onunla sevindim, onunla güldüm. Əhd etdik, and içdik bu sevdaya biz. Dedik, əbədidir bizim sevgimiz. Tanrıya qalvardıq, ayırma bizi. Bir canda döyürdü iki qəlbimiz. Gəlinlik yolunda necə bəxtəvər, necə xoşbəxt idim mən, necə Allah. Sanırdım ki, kim ki dəlicə sevər, çəkməz nə bir acı, nə də kilir ah. Gəldi gülər üstü qızım dünyaya, şükür etdik min kərə uca Xudaya. Sanki güneş doğdu ocağımıza, bənziyirdi qızım gül üzlü aya. Elə bax beləcə, şən yaşayırdıq, özümüzü necə xoşbəxt sayırdıq. Qəfil, qanlı savaş başladı birdən, bu şirin nağıldan nakam ayrılır. Getdi döyüşlərə o əziz yarım, qaldı arzularım, istəyim yarım. Elə bir başıma dağlar töküldü, qorxduğum o xoşbəxt dünyam söküldü. Hər gün neçə şəhid gəlirdi yolda, qız gəlin qalmışdı amanda, darda.
alt gəlinlik donun geyən gəlinlər ömrü başa vurdu qara paltarda. Gəldi, şəhid oldu xəbər yardan. Bilmədim ki, imdad deyim hardan, bir qara yaylıq da mənə verdilər. O gündən yaylığın budur dedilər. Çığırdım, ağladım, yandım, tutuşdum, bəlkə yalan xəbər deyə soruşdum. Tabutum görəndə dünyam qaraldı, elə mən də o an dünyadan köçdüm. Tapıb mən özümdə biraz gözümü, tabutun üstünə attım özümü. Sığal çəkib qara tellərinə mən dedim son kəlməmi, mən son sözümü. Dedim, bəhdindəki körpəm ağlayır, o ayrılığı duyur, anlayır. Mənim əllərimlə körpə oğlumuz Rizvanın telini bax, sığallayır. Nə dildin, ay yarım, nə də danışdın, nə də əvvəlki tək halım soruşdum. Nur üstündə sanki bir işıq vardı, elə bil ki şirin-şirin yatmışdı. Məni tabutumdan çəkdilər geri, qaldı qollarımda ruhumun yeri, alıp apardılar son mənzilinə. Körpələrimin yolda qaldı gözləri. İllər öptü keçdi, yaşad olsam da, amma ki sevgimiz cavandır Rizvan. Mən də saralsam da, mən də solsam da, sevgimiz əbədi qalandır Rizvan. Dinlədim bu qəmli hikayəni mən. Dedim ki, ey qadın, nə böyüksən sən, əsl məhəbbətin nə olduğunu sən bizə sevginlə sübut etmirsən. Sən bizə sevginlə sübut etmirsən. Nə qədər ağır olsa da bir şey okumaq, Fərif Hanım, özündə olun, mətin olun, qüvvətli olun. Bir daha buyuram, biz qalib ölkənin, qalib ordunun, qalib vətəndaşlarıyıq. Gəlin bu məqamda bir daha ruhumuzu musiqiyə kökləyək. Gözəl bir mühəndisi təqdim etmək istəyirəm. Klasik mahnıların gözəl ifaçısı öz gözəl səsi ilə sizlərin incə qəlblərinə yol tapacaq. İntizar Ağdamlı alqışlarınızla sözləri Sahibə Rəşid, musiqisi Rəhman Əliyevə məxsus gözəl bir mahnı ifa edəcək. Çox təşəkkür edirəm. Mən də ilk öncə təşəkkür edirəm. Mən də ilk öncə Sahibə xanım sizə minnətdaram. Bir Ağdamlı olaraq, Qarabağlı olaraq bütün şəhid analarımızın qarşısında baş əyirəm. Allahdan sizə can sağlığı arzu edirəm. Haqqınızı halal edin. Mən doğrudan da Ağdam torpağına ayağımı basanda, nəinki Ağdam, bütün Qarabağ bölgələrinə gedəndə ayağımı basanda doğrudan biraz məndə utanıram, həqiqətən. Çünki bilirəm ki, şəhid canları axıb, əziz oğullarımızın, vətən oğullarımızın qanı axıb bu torpağımızda. Mən qazilərimizə Allahdan can sağlığı arzu edirəm, şəhid analarımıza Allahdan səbir diləyirəm, haqqınızı halal edin. Sahibə xanım, sizə də özlərini təşəkkür və minnətdarlıq bildirirəm. Sizi tanımağıma çox qürur duyuram, fəxr edirəm ki, sizin kimi bir gözəl xanımı tanımışam, çox minnətdaram və mən sənətə uğurumu sizə borcluyam. Sizin şeirinizə bəstələnmiş Rəhman müəllimin mahnısı ilə başlamışam. Və bugün də mən onu ifa edəcəm. İnşallah davamlı olar. Çox təşəkkür edirəm. Sağ olun.
sevməkdən yazıq ürək daş oldu. Ömür boyu arzularım keş oldu. Qəm yazanda bəxtimə yoldaş oldu. Mən həsrət üçün doğuldum. Əzab oldu dünyaya gəlməyim. Kədər oldu eşq elmini bilməyim. Günahdırsa bir qulu sevməyim. Anlayanına səni sevim Anlayanına səni sevim Çok teşekkürler. Çok sağ ol. Çok minnettarım. Məcnun'a değerlendirdik. Fərqli xanım adından, Sahibə xanım adından fərqli fərmanı qəbul edir. Bəli. Çox təşəkkür. Çox böyük bir hədiyyədir mənim üçün. Mən qürur duyuram. Bəli, bizim vaxtımız sizinlə. Çox minnətdaram. Çox sağ olun. Çox təşəkkür edirəm. Əziz analarımız, sizin qarşınızda baş əyirəm. Öpürəm hər biriniz ayrı-ayrılıqda. Çox sağ olun. Bir şeir diqqətini cəlb elədi. İstərdim o şeiri sizlər üçün oxuyum. Sonra şəhid analarına həsr olunur. Ey şəhid doğan ana, əbədi ucalmısan günəşə, aya qədər. Sənin balan apardı bizi şüşəyə qədər. Aparsa da saçının qarasını bu dünya, qoparsa da qəlbinin parasını bu dünya, sənə səcdə edir bütün fəsillər indi. Azad quşlar, ağaclar, çiçəklər, güllər indi. İndi neçə ana var sənə oxşamaq istər. İndi neçə körpə var şəhid doğulmaq istər. Hər kəsin nisbətinə saçları ağ yazılmır. Şəhid anası olmaq, vətən olmaq yazılmır. Ey şəhid doğan ana, sənin yerin vətənin ürəyinin başında, adın qızıl hərflə tarixin yaddaşında. Şəhid doğmaq, doğulmaq müqəddəslik, böyüklük, ucalıq mənasıdır. Şəhidlərin anası, vətənin anasıdır, vətənin anasıdır. Eşq olsun sizlərə, əziz şəhid anaları. Gəlin daha gözəl bir musiqi dinləyək. Səhnəyə dəvət olunur. Sözləri Sahibə Rəşid aiddir, musiqisi Vali Əhmədova. Estrada və pop musiqisinin gözəl ifaçısı Ümma Zali. Alqışlarınızla buyursun. Salamlayıram hamınızı, başqa şəhid anaları olmaqla başınızda baş edirəm. Sahibə xanım, təbrik edirəm sizin ürəkdən. Sahibə xanım, təbrik edirəm sizin ürəkdən. Necə siz sevilirsiniz, mən də sevinirəm. Nəyə görə artıq 15 il var da mən sizin zərrə-zərrə haqqınızı ifa eləmişəm. Artıq 15 il keçib sözlər sizin bəstəsi Vali Əhmədin olan. İllər keçib, amma mən hər zaman dedim ki, inşallah ki, o gün olur ki, biz bu günü qeyd edirik. Sahibə xanımın kitabını işinizi görməsini biz də sevinək. Əməyə keçən hər kəsə, Pəri xanıma təşəkkürümü bildirim. Pəri xanıma təşəkkürümü bildirirəm. Var olsun ki, bu gözəl günü bizə bugün yaşatdı burada. Siz bizim əzizimizsiniz, dəyərlimizsiniz. İfa eləmişəm, eləyirəm, inşallah eləyəcəm də hər zaman. Çox sağ olun, var olun.
Həsrətdən, hicrandan elə yanmışdım. Ömrümə xoş gəldin eşqim. Küsüb bu dünyadan tənha qalmışdım. Küsüb yalnızlığa meyil salmışdım. Həsrətdən, hicrandan elə yanmışdım. Ömrümə xoş gəldin eşqim, eşqim, eşqim. Məni apar, bu yerlərdən apar, yoxsa yenə məni tənhalıq tapar. Apar məni apar, bu yerlərdən apar, yoxsa yenə məni güneşim atar. Gəl məni apar. Gəldin həyatıma, gəlişinlə sən özünlə bir dünya eşq gətirmişsən. Göylərdən gəlmişsən, bir mələkmisən. Ömrümə xoş gəldin eşqim, eşqim. Apar məni apar, bu yerlərdən apar, yoxsa yenə məni tənhalıq tapar. Apar məni apar, bu yerlərdən apar, yoxsa yenə mənim günəşim batar. Gəl məni apar. Gəl tut əlimdən apar məni, gəl yoxsa kədər tapar məni. Apar məni, gəl bu həsrətdən qurtar məni, gəl yoxsa kədər tapar məni. Apar məni, apar məni. Apar məni apar, bu yerlərdən apar, yoxsa yenə məni tənhalıq tapar. Apar məni apar, bu yerlərdən apar, yoxsa yenə məni günəşim batar. Gəl məni apar, gəl məni apar. Teşekkür ederim. Çok sağ olun. Fərq fərmanınızı da qəbul edin. Sizə təşəkkür edirəm. Bizim elə biraz yaranımızın məlhəm dördüzdür. Bu Sahibi xanımın sözləridir. Xoş oldu, sizi tanıdıq həqiqətən. Tanıyırıq zaten efirdən. Bugün bizim aramızda olmağımız olduğunuz için sizə təşəkkür edirəm. Sizin güşənizdə qalar yəqin ki, bizi xatırlayarsınız. Çok sağ olun. Sağ olun. Çok sağ olun. Siz de sağ olun. Sağ olun. Söz verilir. Qərbi Azərbaycan icmasından Şəhid xanımı Sənubər Əliyevəyə. Sənubər xanım buyurun. Alqışlarınız əlbəttə. Sağ olun. Mən əvvəla şəhidlərimizi salamlayıram. Şəhidlərimizə atəşli salamlar olsun. Şəhidlərimizi alqışlayaq. Çünki bizim bugün Azərbaycanımız azaddır. Bayraqlarımız hər yerdə dalgalanır. Analarımıza təşəkkür edirəm, xanımlarımıza təşəkkür edirəm. Ümumiyyətlə, başda prezidentimiz olmaqla Qərbi Azərbaycanlılara verdiyi qiymətə görə, dəyərə görə və bugün Qərbi Azərbaycanlıları Zəngəzur mahalı dəhlizinin açılmasında böyük rol alan prezidentimizə çox təşəkkür edirəm. Qərbi Azərbaycan demək olar ki, vətənindən, elindən, obasından, evindən, eşindən didərgin düşmüş o həsrəti yaşayan biri mənim. O həsrət dolu ürəyi hələ də o vətən üçün, o torpaq üçün, o yer üçün, o külək üçün, o hava üçün darıxır. Öz vətənini bilib, orada evini, eşini qoyub, gəlib burada şəhid olan şəhidlərin qarşısında baş əyirəm. Mən bir Qərbi Azərbaycan İcma Sədri adından və bizim çox hörmətli professorumuz Nadir Əlim Qarakisar rayonunun icması adından Sahibə xanımı alqışlayıram. Sahibə xanım, zəhmət olmasa yanıma gəlin. Mən bir Qərbi Azərbaycan təmsil
təmsil edirəm bu cumhurda. Gün olsun bizim Zəngəzur dəhlizi açılsın. Bizim hörmətli burada Tərlan müəllim var, millət vəkilimiz var. Xahiş edirəm siz də bura gəlin, Tərlan müəllim, çox xahiş edirəm sizdən. Millət vəkilimiz bura gəlin. Biz illərdir bir-birimizi tanıyırıq Sumqayıtda. Aradan o siz ilk etməyinə baxmırıq. Bundan sonra biz bir əsr də keçdə, mən o vətənin həsrətində yaşayıram, ora qayıdış. Demək olar ki, bizim hörmətli Cənab Prezidentimiz sayəsində olacaq, inşallah Allahın köməkliyindən. Aramızda bizim illərdir bizlə bərabər çiyin-çiyinə. Tərlan müəllim, bu yaxınlarda tanışam sizi, hörmətli deputatımız, millət vəkilimiz Zaur müəllim. Onlarla bərabər mən istəyərdim ki, Zəngəzur dəhlizinə ayaq basaq və bizim sahibi xanıma şah əsəri, mən bu cumhurun şah əsəri adlandırıram. Hər kimin bu şah əsərində əməyi olub, hər birindən təşəkkür edirəm. Çünki şəhidlərin, şahidlərin ruhu buradadır, bizimlə bərabər. Sizi təbrik edirəm və icmamız adından, mən Şəhkəndə icma sədri adından, bizim hələ ki, bu qədər olan kiçik bir, ancaq gəldi ki, böyük həsrət, vətən həsrəti ilə dönən kiçik bir hədiyyəni sizə təqdim edək istəyirəm. Tərlan müəllim, gün olsun ki, hörmətli millət vəkilimiz, gün olsun ki, bizim o dəhlimiz, Zəngəzur dəhlizimiz açılsın. Birlikdə bizim çox hörmət elədiyimiz, dəfələrlə tədbirlərdə iştirak elədiyimiz, alışlara layiq olan bir övladımız kimi olunan bir yerdə Zəngəzur dəhlizində belə bir gözəl tədbir. Çox sağ olun, minnəttar. İstədim bir şeir oxuyum, amma icazənizlə, bütün, əlbəttə ki, bəzən hissləri sözlərlə demək mümkün olmur. Onu qələm sahibləri gözədirlər. Bayaq da vurguladı, çıxışlardan biri gözəl vurguladı ki, bizim qəlbimizdən keçənləri Sahibə xanım kağıza köçürür, biz onunla təsəlli tapırıq. İstədim bu şeiri də mən söyleyeyim, amma onu hansı ruhda, hansı aləmdə, necə yazıbsa, o kitabın müəllifi, kitabın qələmin sahibi özü bu şeiri söyləsin. Sahibə xanım sizi dəvət edirəm. Naməlum Əskər Məzarı adlı bir şeir. Ben bir daha salamlayıram hər birinizi, əzizlərim mənim. Bilirsiniz, çox danışa bilmirəm, ona görə şeirime keçim. Yazıldı baş daşına naməlum deyə adı. Yazıldı baş daşına naməlum deyə adı, şəhid isə soyadı. Gəlirlər məzarlığa ana, bacı, qardaşlar, hələ öz məzarının, hələ öz şəhidinin adını deyib ağlayar. Naməlum məzarlarsa, boynu bükük dayanar, yanından sakin, sessiz ötüb keçər adamlar.
daimiyik. Ya da ki yeryüzünde sülh olsun daimiyik. İcazənizlə mən çiçək verən xanımı təqdim edim. Naməlum şəhidin bacısı, Məmmədov Cəmilin bacısı Səbirə xanım almışlayaq. Arzu edək ki, inşallah tezliklə qardaşımız sağ olsun, inşallah. Şeyləri qəbul edin, çox sağ olun, şeyləri yox. Və hədiyyələrimiz var sizə. Hədiyyəmiz var, istəyirəm hədiyyələri təqdim etmək üçün. Yaxşı, biraz gözləsin hədiyyələr. Bir çıxışımız qalır, onu da dəvət edin. Təşəkkür ediyorum. Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin kimya müəllimi, kurikulum təlimçisi Könül Məmmədova buradadır. Könül xanım, buyurun, sizi də dinləyək, sonra hədiyyələrimizi təqdim edəcəyik. Salamlayıram hər birinizi, əziz, dəyərli şəhid ailələri. Bütün çıxışlarda deyildiyi kimi, mən də hər birinizin qarşısında baş əyirəm. Sizin adınız elə bir addır ki, o adın zirvəsinə qalxmaq üçün çox adamlar həsrət çəkir. Hər birinizlə fəxr edir. Mən də Sahibə xanımın məktəb yoldaşıyam, 2 siniflərlə oxumuşuq. Sahibə xanım bizim dəyərli bacımız, əziz şairəmiz, savadlı xanımdır. Sahibə xanımın tam məktəb illərindən şeirə, sənətə həvəsi var idi və biz tədbirlərdə birlikdə çıxış edirik. Mən öz rayonumdan, öz məktəbimdən danışıram ki, mənim məktəbimin də 7 şəhidi var. Mənim əmim oğlu da kitabda, həmin Sahibə xanımın bu dəyərli kitabında, Cənnətdə Yaşayanlar adlı kitabında onun da adı var, Məmmədov Rafael. 44 günlük müharibənin şəhididir. Təbii ki, atasının beli büküldü həmin gündən sonra. Sizin hisslərinizi o qədər gözəl başa düşürəm ki, şəhid ölmüş ki, şəhidin ailəsi ölür. Şəhidin yaxınları ölür. Həqiqətən bu belədir. Şəhid ailələri yaşayan ölülərdir, gəzən ölülərdir, yalandan gülənlər. Cəmiyyət üçün, xalq üçün, digər övladlar üçün yaşayanlardır. Şəhid ailələri doğmaları ölməsin deyə yaşayanlardır. Şəhid anaları. Biz sizlərə çox borcluyuq. Bir müəllim kimi, bir pedaqoq kimi, tələbələrdə də bunu aşılayıram. Şəhid ailələri ən yüksək zirvədə dayanmalıdırlar. 2 yer varsa, onun biri sizin olmalıdır. Biz millət olaraq, mən bir Ağdamlı olaraq, bir Qarabağlı olaraq, bir Azərbaycanlı olaraq hər birinizlə qürur duyuram, hər birinizlə fəxr edirəm. Allah Taala o kövrək qəlblərinizə bir sərinlik gətirsin, bir toxtaqlıq versin. Digər ailə üzvlərinizin, övladlarınızın o qədər xoş günlərini görəsiniz ki, həmin o itirdiyiniz balalarınızın, qardaşlarınızın ruhu şad olsun. Eləcə də bir şəhid əmisi qızı kimi, yəni sizin qarşınızda mən də baş əyirəm, mənim də 3 tələbəm şəhid oldu 44 günlük müharibədə. Ən sevimli tələbələrim. Və fikir verilir ki, şəhid olan balalar ən gözəl balalar olur. Siz düşünün, bu kitaba baxsaq, mən baxmışam bu kitaba, burada elə dəyərli balalar var ki, bugünkü tədbir 120 şəhidin səsidir. Bugünkü tədbir Sahibə Rəşidin sənət əsəridir. Və dediyim kimi, mənim oxuduğum məktəbin də 7 şəhidi var. Və Ağdamın, bax, burada əyləşib bir xalası qızı və mənim sinif yoldaşımın qardaşı da Ağdamın 15 yaşlı şəhidi Qalib də var. Demək, bu vətən yetişdirir. Yeni, necə deyim, məğrur oğullar yetişdirir. Allah ürəklərinizə sərinlik, rahatlıq, toxtaqlıq versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sahibə xanıma da güc qüvvə versin ki, yazsın, yaratsın. Təşəkkür edirəm hər birinizə və Sahibə xanıma təşəkkür. Var olun, hər biriniz. Minnətdaram hər birinizə. Bayaq vurguladığım kimi hədiyyələr var. Burada xanımlar var. Arzu, Raziyə və Zümrüd. Hədiyyələrinizi buyurun təqdim edin. Sahibə xanım sizə dəvət edirəm, bura zəhmət olmasa. Arzu xanım, Raziyə xanım, Zümrüd xanım, buyurun. Gözəl bir günə təsadüf etmişim. Hər birimizi bu tədbirə toplayan
değerli şəhidlərimiz, ruhunuz şaddır. Çünkü Azərbaycan xalqının değerli oğul ve kızları sizleri yaşadır, yaşayır, yaşadacaq. Bəli, Sahibə xanım üçün özəl bir gündür. İllər öncə Sahibə xanıma bu şeirləri ərsəyə gətirməyə təklif etdim. Dedi, yox, hələ özümü hazır hiss etmirəm bu yolda. Amma zaman ötdükcə artıq Zəfər müharibəmizdən 6 il keçməsinə baxmayaraq, Sahibə xanım hər bir şəhid haqqında yazdığı o şeiri, qələmə aldığı o cümlələri bugün bir kitabın işin uzu görməsinə səbəb oldu. Bəli, bu kitab bizə şəhidlərimizi xatırladan kitabdır. Sağ olsun Azərbaycan xalqının dəyərli xanımları, bəyləri, şəhidlərimiz üçün, zəfərimiz üçün qələmə aldığı o kitablar doğrudan da bugün Azərbaycan xalqının, mən deyərdim ki, sərvətidir. Kitablar məktəblərimizdə, kitabxanalarımızda yer alacaq. Nəzərinizə çatdıram, mən bu yaxınlarda Xankəndi şəhərində olanda, orada məndən bir məktəb direktoru, kitabxana müdürəsi xahiş etdi ki, Arzu xanım, şəhidlərimizlə bağlı kitablar olanda bizlərə gətirin. Qoy Qarabağımıza gələn hər bir qonaq Azərbaycan xalqının zəfər müharibəsini, əskərlərinin, zabitlərinin, dastan yazan qəhrəmanlarının, milli qəhrəmanlarının kitablarda yaşanmasının şahidi olsunlar. Onlar özləri burada deyirlər, aramızdan köçürlər. Amma onların ruhu bizimlədir və onların hər biri bu kitablarda yaşayır və bizim dərdlərimizdə yaşayır. Əziz analar, biz bugün arxa cəbhədə döyüşən xanımlarıq. Azərbaycan xalqının dəyərli, qeyrətli, əxlaqlı xanımları, hansı ki, sizin yanınızda olmaqdan şərəf duyuruq. Əziz analar, sizlər bizim baş tacımızsınız. Azərbaycan xalqının, Azərbaycan qadınının, Azərbaycan anasının görünən simaları biz sizinlə fəxr edirik. Sizin yanınızda olmaq bizim üçün şərəfdir. Bunu heç zaman unutmayın. Əziz şəhid xanımları, mən bugün sizi xüsusi vurgulamaq istəyirəm. Hər zaman çıxışlarımda da bunu deyirəm. Qeyd edirəm ki, Azərbaycanımızın qəhrəmanlarının geridə qoyub getdiyi o xanımlar sizlərsiniz ki, şəhid evladlarını böyüdüb başa çatdırıb xalqımıza dəyərli, ləyaqətli, şərəfli bir yolunun davamçılarısınız, şəhid evladlarısınız. Əziz analar, aramızda 2 oğlunu qurban vermiş analar var. Tərlan ana, Qəşqəndə ana, bütün analar, Leyla ana, hər biriniz bizim üçün əzizsiz. Bəli, sizin yadigar qalan evladlarınız yoxdur. Amma bugün Azərbaycanın bütün evladları sizindir. Biz hər birimiz sizin yanınızdayıq. Nə qədər ki, Tanrı bizə ömür verib, biz hər zaman sizin xidmətinizdəyik. Şəhidlərimizin tədbirlərini həyata keçiririk, kitab təqdimatlarını, doğum günlərini, anım günlərini. Bəli, Sahibə xanım, bugün mən sizdən danışmaq istəyirəm. Çünki siz, axır ki, bu kitabı ərsəyə gətirməkdə, siz əziz və dəyərli şəhid xanımımız bu işi görməkdə Sahibə xanımın yanında oldunuz. Mən çox gözəl bilirəm, çox gözəl bilirəm və o xanımı mən qəhrəman bir xanım kimi vurgulamaq istəyirəm. Çünki sevgi dolu bir xanım həyatını yarım qoyub vətəninə canını fəda edən o qəhrəmanın xanımı olmaq özü böyük bir şərəfdir. Mən sizin hər birinizin qarşısında baş əyirəm, əllərinizdən öpürəm. Sizin xüsusi yeriniz var mənim qəlbimdə. Çünki siz şəhidlərimizin adını uca tutan xanımlarsınız. Soruşanda ki, kimin həyat yoldaşsa, əlbəttə ki, o titulu qazanmış şəhidin Rizvanın həyat yoldaşıyam demək sizin üçün şərəfdirsə, bizim üçün də şərəfdir. Bunu unutmayın. Çünki onlar hər biri bizim qardaşımız, xalamız oğlu, əmmimiz oğlu, dayımız oğlu, parta yoldaşımız, qonşumuzun oğludur. Onlar hər biri bizimdir.
Bəli, mənim öz partiya yoldaşım da şəhiddir. Elşad Əliyev, Florana bugün burada əyləşir. O bir partiya arxasında əyləşmiş bir qəhrəmanın bacısı olmaq, onun partiya yoldaşı olmaq mənim üçün də şərəfdir. Əziz qonaqlar, bugün Sahibə xanımın yanında hər birimizin borcudur ki, olaq və onu gələcəkdə bu cür qəhrəmanlarımız haqqında yazdığı kitabların işığına toplaşmaq. Sahibə xanım, mən sizi təbrik edirəm. Uğurlarınız bol olsun, axarlı olsun. Düzdür, bizim 30 minə yaxın şəhidimiz var. Baxmayaraq ki, 120 şəhidimizin barəsində şeirlər bu kitabda yer alıb. Amma gələcəkdə inşallah 30 minə yaxın şəhidimizin hər biri haqqında şeir yazmaq bilirəm ki, sizin qəlbinizdən keçir və o günü biz görəcəyik ki, Sahibə xanımın bütün qəhrəmanlar haqqında yazdığı kitabların işığına toplaşaq. Çox sağ olun, var olun Pəri xanım, Sahibə xanım. Tanrı sizi qorusun, uğurlarınız bol olsun Sahibə xanım. Mən onu vurgulamaq istəyirəm ki, biz hər şeydən çıxsanda, bu xanımlar özləri də, Rəziyə xanım da, Arzu xanım da həmişə bizim yanımızdadılar. İstər tədbir aparmaqda, istənilən, yəni maddi mənəvi bizim yanımızdadılar. Yəni onların bizə mənəvi verdiyini biz heç hansı maddiyyətlə ala bilmərik. Çox sağ olun buna görə, Allah sizləri qorusun. Çox şadam sizi burada da gördüm. Mümkün deyil zaten, həmişə əsərlər şəhidlər. Siz sağ olun, nə qədər ki yaşayırıq, hər zaman yanınızdayıq, buna heç şübhəniz olmasın. Mən də hər birinizi salamlayıram. Bugün Sahibə xanımın günüdür. Sahibə xanım, bir qələm yoldaşı kimi mən sizə uğurlar arzulayıram. Bildiyiniz kimi burada olan analar, bacılar hər biri məni tanıyır. 36 kitab müəllifiyəm, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Yazdığım kitabların hər biri vətənpərvər mövzudadır. Mənim daima yanımda olan şəhid ailələrim olubdur. Kitablarımın əlçiyə gəlməsində mənə dəstək olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Mənim dəyərli şəhid əmanətlərim var olun. Bəli, bu qəhrəman oğullarımız bizim övladlarımızın gələcəkdə firavan yaşaması üçün canlarını fəda edirlər. Biz bugün doğma Qarabağımıza, Sahibə xanımda, mən də uşaqlığımızın, gəncliyimizin, xəyallarımızın puş olduğu torpaqlara gürurla, sevinçlə gedirik. Və hər zaman ayağımızı çalışırıq ki, o torpaqlara asda basaq ki, orada bir şəhidin qanı var, bir şəhidin ayaq izi var. Mən sizə Sahibə xanım, uğurlar diləyirəm. Qələminiz daima iti olsun, qələminiz yazar olsun. Hər zaman yazın, yaradın. Ürəyimizdə bizim o qədər sözlərimiz var ki, bitib tükənmir. Biz yazdığımız hər misranı, hər sətri göz yaşlarımızdan yazırıq. Analarla birlikdə biz bu həyatı yaşayırıq. Və istəyirəm ki, Zəfərtv.az adından sizə təşəkkür edim. Bu təşəkkürnamə sizədir. Daima yazın, yaradın. Sizə yaradıcılıq uğurları diləyirəm. Var olasınız. Və Pəri xanım, mən sizə sonsuz təşəkkür niyə bildirirəm? Hər biriniz bilirsiniz ki, yazarların gücü qələminə çatır. Və bizə bu yolda dəstək olduğunuz üçün Pəri xanım, sizə sonsuz təşəkkür edirəm. Zəfərtv.az adından daima şəhid ailəsi, özü şəhid ailəsi olmağına baxmayaraq, daima şəhid ailələrinin yanında olan, onlara mənəvi, maddi dəstək göstərən Qayımova xanım Əli Hacıbəy qızına Zəfərtv.az adından təşəkkür edirik və mən sizə buradan bir daha Florana sizə sonsuz təşəkkürümü bildirirəm. Siz də bu təşəkkürnamələri, yəni Sahibə xanıma, Pəri xanıma təqdim etmək üçün bizi buraxmıyoruz dediniz və bizim bir hədiyyəmiz də var. Qabaqda verin onu zəhmət. Bu isə Sizdə geçin. Sahibə xanım sizdən deməli Flora ananın ailəsi tərəfindən, Flora ananın qızları tərəfindən, övladları tərəfindən. Var olun, əziz analarından, əziz xanımlar, çox sağ olun. Təşəkkür edirik. Biz də təşəkkür edirik. Və digər hədiyyələrimiz də var, onları da təqdim edək.
Bəli, bəli. Bu ailəniz adından, Flor Hanımın ailəsi adından, Elşad qrupu adından Sahibə xanıma çox sağ olun. Çox sağ olun, çox sağ olun. Aynur və Könül xanımı dəvət edirik. Sahibə xanım, Pəri xanım, siz qalın zəhmət olmasa. Aynur və Könül xanımın adından və xüsusi bir uşaq var, Xədicə xanım. Onun əl işidən, səbirlər. Gözəl bir rəsm əsəri sizə hədiyyə olunur. Alqışlayaq ürəkdən. Sənət əsər haqqında. Bir daha hər birinizə təşəkkür edirik. Mən Sahibə xanıma bu hədiyyə bizə Xədicə Səlim var, Sumqayıtda yəqin ki eşitmişsiniz. Bizim gənc 19 yaşında rəssamımız var. Və həmin Xədicə xanımın əl işidir. Sahibə xanım öz vətənpərvər xanım olduğundan bizim Bakımızı tərənnüm olunub orada, onun gözəl əl işidir. Bunu niyə vurgulamaq istəyirəm? Bu yaxınlarda belə bir tədbir oldu və dəyərli aparıcımız, həqiqətən də auditoriyanın çox gözəl ələ almağı bacaran aparıcımız Cəlal bəylə xüsusi təşəkkürümüzü bildiririk ki, işinin öhdəsindən çox layiqincə gəlir. Və yenə də aparıcı Cəlal bəydir, belə bir tədbir idi. Şəhid analarımızın bəzilərinin, hamısı olmasa da başlarından qara örpəyi aldılar, onu rəngli kəlağaylarla əvəz elədilər. Həmin o Xədicə xanımın tədbiri idi və Xədicə xanımın adından da bugün sizi təbrik edirəm Sahibə xanım. Və onun hədiyyəsini elə bizim mərkəzin adından, Xədicə xanım adından qəbul etməyinizi istəyirəm. Çox sağ olun, var olun. Əllərinizdən öpürəm. Özünüz, Allah sizi qorusun. Sağ olun. Çox sağ olun. Maşallah tədbirlər olur ki, Sahibə xanım, gəlin bu zəhmət olmasın. Tədbirlər olur ki, insanlar tədbir yarı olmamış dərk edirlər. Amma bugün çox maraqlı bir tədbirin şahidi olduq. Bir daha vurgulamaq istəyirəm ki, bu adi kitablardan biri deyil. Bunun çəkisi çox ağırdır. Burada şəhid taliblərindən bəhs edir. Bütün misralar, bütün hərflər, nöqtə vergüllər, nidalar. Mən sizə gələcəkdə, mən sizi bacı hesab edirəm. Bax, siz bacılara uğurlar arzu edirəm. Bayaq vurgulandı, şəhidlərimiz çoxdur. Allah zeyn açıqlığı versin, qələmimiz it olsun. Allah ömür versin ki, onların hamısı haqqında şeirləri yazıb bitirəsiniz. O gücü, qüvvəti gözlərinizə nur versin, qollarınıza qüvvət, dizlərinizə təbər versin. İnşallah ailənizdə həmişə xeyirli işlərə yığışar. Əziz analar, bacılar, hörmətli tədbir iştirakçıları, bununla da Sahibə Rəşidin kitab təqdimatı sona çatır. Buyursun, buyursun. Bu vaxtında deyildir. Rəşədə xanım, buyurun, xahiş edirəm, buyurun sizi də dinləyək. Onun da hədiyyəsi var, hədiyyəsini versin Rəşədə xanım. Bölərik də hədiyyələr axır. Rəşədə xanım, buyurun. Biz sizi çox sevirik, bir daha təşəkkür edirik hədiyyənizi verin. Sağ olun, ən böyük hədiyyə, ən gözəl hədiyyə, dünyanın ən gözəl hədiyyə analarının sizdən hədiyyə. Çox sağ olun. Çox sağ olun, bir daha hamıza dərin təşəkkürümü bildirirəm. Sizə hədiyyə sənə. Deyin sonra verin. Çox sağ olun. Dəyərli tədbir iştirakçıları, mən özümə borc bildim ki, bu gözəl aktyorumuza, həm də o əməkdar artist adını alınmış, yəni bizim xahişimizi yerə salmadı, işinin çox olmasına baxmayaraq, heç bir təmənnasız bu tədbiri ələ aldı. Çünki mən ona xahiş elədim ki, bizim bu şeiri səhnələşdirin. Dedim, mən özüm gələcəm, tədbiri də özüm aparacam. Yəni, mən utandım ona, yəni o təklif elədiyimə görə. Həqiqətən utandım ki, mən bu təklif elədim ona. Yəni, məni utandırdı. O nə deməkdir ki, şəhidlər hamısını mən gələcəm, necə lazımdır şeiri də deyəcəm, məclisi də aparacam. Mən çox şadam ki, bu balamı tanıdım, həqiqətən də. Çox dəyərli bir səsi var, çox dəyərli bir insandır. Çünki biz dəfələrlə görüşmüşük, kənarda yəni bilirsiniz ki, bu işləri görmək üçün pərdə arxası işlər olur.
Sağ olun, var olun. Bir də bizim şəxsən öz adımdan sizə xatır olaraq saxlayın. Haşnatın Şəhid xanımı mən verirəm. Sağ olun, çox sağ olun. İcazənizlə bununla da gözəl kitabımızın təqdimat mərasimi başa çatır. Bir daha Səadət xanım, sizə möhkəmcan sağlığı, bol-bol uğurlar arzu edirik. Yeni kitab təqdimatında görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.